Restoranlarda bir ədədinə 10-15 manat verdiyiniz mozzarellanı evdə mən cəmi 2 manata hazırladım. Necə? O zaman videoya yaxın əyləşin. Demək 2 litr südə mən yarım stəkan alma sirkəsi əlavə etdim. İstəyənlər üzüm və ya maya əlavə edə bilərsiniz. Sadəcə mən mayanı heç bir aptekdə və yaxud da ki marketdə tapa bilmədim. Təəssüflər olsun ki, artıq insanlar çox rahata öyrəşiblər. Ona görə də onun da sözsüz ki, satışı dayandırılıb. Nəysə, südümüzün dərəcəsi 40 dərəcə olduqdan sonra sirkəmizi əlavə edirik. Sonra isə yaxşıca qarışdırırıq. Əlimizi saxlamadan qarışdırmaq lazımdır. Görəcəksiniz ki, artıq massa toparlanıb. Onu aş süzənə və yaxud da ki, sitadan süzürsünüz. Mən suyuna etdim. İstəyənlər adi suyu da 80 dərəcədə qaynadıb massanı əlavə edə bilərlər. Mən suyun isidib massanı onun içinə əlavə etdim. Sonra görəcəksiniz ki, artıq massanız yumşalmağa başlayıb. Siz də onun içərisinə yoğurmalısınız. Düzdür, bu biraz çətin prosesdə əlləriniz yana bilər, amma bədənimiz qurban tələb edir, belə deyim. Ona görə də əllərinizi fəda etməlisiniz. Əliniz yanarsa yanınıza buzlu su qoyun ki, daha rahat olsun sizin üçün. Və beləcə massamızı elə hazır elədikdən sonra yaxşıca onu forma verib atırsınız buzlu suyun içinə. Çox, amma çox ləzzətli olur. Bir dəfə mütləq sınayın. Həm ucuz, həm də ki, çox ləzzətli. Hələlik.